Salam uşaqlar, bugünkü mövzumuz ümumiləşdirici tapşırıqlar. Səhifə 33-34. Başlayaq dərsimizə. Birinci sualdan başlayıram. Riyazi ifadə şəklində yaz. D A variantında A və 3-ün fərqinin. Fərq deyəndə nə nəzərdə tutulurdu? Çıxılması. A və 3-ün fərqinin. Bunu yazdım. Fərqinin 4 misli ilə uşaqlar, bu fərqin 4 mislini tapanda nə ayırmalıydıq? Fərqi birinci mörtəzəyə almalıydıq. 4 mislini deyəndə 4-ə vurmalıydıq. 4 misli ilə 2-nin cəmi plus 2. Sizə deyir ki, riyazi ifadə formasında yaz. İfadə formasında yazıb saxlayıram. Sadələşdir demir. Belə qalır. Keçirəm ardına C variantını bir dənə yazıram. Deyir ki, m-in kvadratı ilə 5-in cəminin 3 misli. M-in kvadratı ilə 5-in cəminin, bax, m-in kvadratı ilə, m-in kvadratını dedi tap. 5-in cəminin, bu cəmin istəyirsə, deməli cəmi mörtəzəyə alıram. 3 misli. 3 misli deyəndə vurdum 3-ə. Bir dənə də baxıram D variantına. M-in kvadratı ilə yazdım. M-in kvadratının 2 qatı ilə kvadratın 2 qatı nə deməkdir? 2-yə vurulması düzdürmü? 2 qatı deyəndə 2-yə vurdum. M-in kvadratının 2 qatı. 2 qatı ilə 5-in cəmi plus 5. İnşallah bu formada təyin edirsiniz. İkincidə sadələşdirin və dəyişən verilmiş qiymətində ifadənin qiymətini tapın. Aha, birinci ifadəni sadələşdirəcəksiniz. Sonra dəyişən yerinə qiymət qoyub ifadənin qiymətini tapırsınız. A variantında verilib 7x plus 3 vurulsun x minus 1. Demişdik ki, mörtəzə daxilində hər bir ədədə vurulur. Həm buna vururam, həm də bu birisinə vururam. Yazıram 7x olduğu kimi qaldı. Plus 3 vur 2x. 3x. Minus 3 vur 1. Elədi 3. Bərabərdir. Sabitləri 1 toplayıb çıxırıq. Dəyişənləri 1. 7x plus 3x. Elədi 10x. 10x-dan 3 çıxa bilmirəm. Çünki uşaqlar 10x dəyişəndir. 3 sabit bir ədəddir. Toplayıb çıxmaq olmaz. Burada saxlayıram. Sadələşdirdim. Keçirəm, x bərabərdir 4,2 olanda yazıram 10 vurulsun bunların arasında vurma əməlidir. X-in yerinə nə dedi? 4,2. X yazmıram. Deyir ki, yerinə 4,2 qoy. Vur 4,2. Çıx 3 olduğu kimi ardından yazsın. Ona vuranda vergüllə 0 getdi. 1 vurulsun 42 elədi 42. Çıxılsın 3. O da bərabərdir 39. Qurtardı uşaqlar. Sadələşdirdim və dəyişəni yerinə qoyub təyin elədim cavabı. Keçirəm növbətiyə C variantını yazıram. B variantını özünüz. C variantında nə deyir? 8 vurulsun n plus 4 çıxılsın 3n bərabərdir. 8-i vururam birinci n-ə. 8-i. 8-i vururam 4-ə. Arasında plus işarə. 8 vur 4, 32. Bir promo yazıram uşaqlar. Çıxılsın 3n. Bir burada n var, bir burada n var. Deməli, bunları bir toplayıb çıxa bilərəm. 8n çıx 3n. N-in qabağında, 3n-in qabağında işarə çıxdı. Mənfidir. Elədi 5n. Plus 32 olduğu kimi yazdım. Keçdim ardına n bərabərdir 2,6 olanda 5 vurulsun. Bunun arasında işarə vurma. 2,6 plus 32. Bu da bərabərdir. 5-i vuranda 2,6-ya. Gəlin alt-alta vuraq. 2,6 vurulsun. 5. 30 elədi. 0 yazdım. 3 yaddaş. 10. 3 də yaddaş. 13. Vergüldən sonra neçə ədəd var? Bir dənə ədəd var. Bir dənə ədəd olsun deyə vergül qoydum burada. Vergüldən sonra 0 yazılıbsa 10 nəzərə almırıq. Cavab elədi 13. İfadənin qiyməti. Bunun qiyməti 13 plus 32. Cəm elədi 45. Qurtardı. Bu formada təyin olunur. Keçirik növbətiyə 3-cü suala.
sualda bizə nə deyir? Bir saniyə uşaqlar, vərəq çevrilib. Bir daha baxım. Üçüncü sual. Deyir ki, təsvirə uyğun tənliyi yazın və həll edin. Aha, bir dənəsini yazaq. Verilib. Təsviri qoyuruq. X 17. Buradan da bura hissə 26. Yəni, bu üçün cəmi bizə nəyə verir? 26-nı. Yazıram. X plus 17 bərabərdir cəmi 26-ya. X plus X, 2X plus 17 bərabərdir 26-ya. Uşaqlar, dedi ki, təsvirə uyğun tənlik qur. Birinci addım. Qurduq. Deyir ki, tənliyə həll elə. Həll eləmək üçün birinci nə qarmalıyıq? Hər iki tərəfdən 17-ni çıxmalıyıq. Çünki uşaqlar, X-i tapmaq nə deməkdir? X-i təkləmək, tək saxlamaq, düzdürmü? Tək saxlayayım deyə, buradan 17-ni çıxsam, heç olmasa 2X qalsın. Sonra yenə də tək saxlamağa çalışacağım. 17-ni hər iki tərəfdən çıxıram. 17 çıxıram. Buradan 17-ni çıxdım, qalmadı. 26-dan da çıxıram 17-ni. 2X bərabərdir. 26-dan 17 çıxanda elə 9. Bunlar arasında işarə nədir? Vır. Deməli, X-i 2-yə vuranda 9 edib. Demişdik ki, vurma olanda hər iki tərəfi bölməliyik mi 2-yə? X bərabərdir. 9 bölünsün 2. 9-un da 2-sində 2 4 dəfə yerləşdi. 4,5. X-in hansı qiymətini ödəyəcək? 4,5. İfadənin qiymətini sizə deyirdi ki, tap. Keçirəm bunun bir dənə C variantını işləyəcəm. B variantını özünüz işləyin. C variantında nə deyir? Şəkili çəkmirəm. T plus 2, T plus 2, T plus 2, T plus 2. Yəni, belə yaza bilərəmmi? 4 vurulsun T plus 2. Düzdürmü uşaqlar? 4 dənə T plus 2. Və yaxud da elə uzun-uzadı yazardım. T plus 2, üzərinə gəlsin T plus 2, üzərinə gəlsin T plus 2, üzərinə gəlsin T plus 2 yazmaq da olardı. Bərabərdir 18. Birinci nə eləməliyik uşaqlar? Hər iki tərəfi 4-ə bölməliyik. Buranı da 4-ə böləm. Çünki bu vır yoxa çıxsın. Məni sərf eləmir. Buranı da böləm. Bərabərliyi biraz aşağıdan yazaq. 4-ə gələdəndə bu qaldı T plus 2 bərabərdir. Bərabərdir. Bunlar ikisi də 2-yə bölündü. 9, 2. 9-u böləndə 2 elədi 4,5. Bura kimi tapdım. Bundan sonra deyirəm ki, üzərinə 2 gəlib eləyib 4,5. Onda hər iki tərəfdən 2 çıxaram mı? Yazıram. 2 çıxanda 2 getdi. 4,5 çıxılsın 2. T bərabərdir 2,5. T'nin hansı qiymətini də ödəyəcək? 2,5 qiymətini də ödəyəcək. Aydındır uşaqlar. Bu formada təyin olunur. Keçirik. Misal 4. Bax, misal 4-də tənliyi özü verib. Deyir ki, həll elə. Cavabını təyin elə. Elə bu formada tənliklərdir. Baxaq, misal 4-ün tənliklərini. Verilib misal 4-də 2x plus 13 bərabərdir 20. Bir dənəsini də buradan yazım. X plus 8 bölünsün 3 bərabərdir 3,5. Birinci buna baxıram. Deməli, axırda 13 gəlib. Hər iki tərəfdən 13 çıxmalıyam mı? 2x bərabərdir 20 çıxılsın 13. 2x bərabərdir. Uşaqlar, burada plus 13, minus 13 yazmıram. Onsuz da plus 13, minus 13, 13 7 də. Elə 2x tək qaldı. Bir problem yaza bilərəm. Bərabərdir 7. Burada vırdırsın ayırmalıydıq. Hər iki tərəfi bölməliydik 2-yə. 2-yə böldüm buranı da 2-yə böldüm. 7-ni böləndə 2-yə. Qaldı bizdə neçə? 3,5. X-in hansı qiymətini də ödəyəcək? 3,5. Uşaqlar, siz tənliyi işləyərkən mütləq şəkildə cavabı qoyun yerinə yoxlayın. Mən özüm yoxlamıram.
Amma baxın görün ödəyirmi? 3,5. 2 var 3,5 elədi 7. 7 plus 13 elədi 20. Həqiqətən də ödəyirmiş. Keçirəm bu bir istənliyə. Burada böldürsə nə qalmalıydıq? Hər tərəfi 3'ə vurmalıydıq, düzdürmü? Bu tərəfi də vururam 3'ə. Bu birisi tərəfi də vururam 3'ə. 3'ə böldüm, 3'ə vurdum, 3'lər getdi. Qaldı x plus 8 bərabərdir. 3,5 vuranda 3'ə, elə də 10,5. Plusdursa hər iki tərəfdən 8 çıxmalıydıq. X bərabərdir. 10,5 çıxılsın 8. X bərabərdir 2,5. X'in hansı qiymətində ödəyir? 2,5 qiymətində ödəyəcək. Bir dənəsində yazıram. 4x minus 2x. Uşaqlar, gözümə biraz çətin görünənləri yazıram. Çox asanları yazmaq istəmirəm. Bərabərdir 18. Bax, bunlar ikisi də dəyişəndir. Siz bunları toplayıb çıxa bilərsiniz. 4x-dən 2 dənə x-in çıxanda neçə qaldı? 2x. Bərabərdir 18. Burada vurdu, hər iki tərəfi 2'yə bölürəm. Qaldı x bərabərdir 18'i bölündə 2 elədir 9. X-in hansı qiymətində ödəyir? 9 qiymətində ödəyir. Həmçinin, baxın, y'dir, c'dir, h'dır. Bunların hər birində x-lar toplayıb çıxmaq olur. Məsələn, h variantına baxım. İndi çıxmaya aid dedim, c'yə baxım, toplamaya aiddir. Eyni şeydir, onsuz da. Toplayacağım 2,6 x-la 1,4 x-i toplayacağım. Elədi neçə? 4x bərabərdir 16. Hər tərəfi böldüm 4'ə, x bərabərdir 4. X-in hansı qiymətində ödəyəcək? 4 qiymətində ödəyəcək. Bu formada təyin edirik. Keçirik ardına. 5'ə. 5'də bizə nə deyir? Beşinci suala baxıram. 5 deyir ki, təmli yazmaqla suallara cavab verin. Aha. Hansı ədədi 3'ə vurub alınan hasildən 6 çıxdıqda fərqi 21'ə bərabər olar? Aha. Deyir ki, hansı ədədir bu? Bilmirəm. X. Hansı ədədi 3'ə vurub 3'ə. 3'ə vurub alınan hasildən 6 çıxdıqda bundan alınan rəqəmdən 6 çıxanda 6'nı çıxdım. Fərq 21'ə bərabər olar. Bu fərq 21'ə bərabər olar. Şu. Sizə deyir ki, tənliyi quraraq suala cavab ver. Yəni, deyir ki, x-in hansı qiymətində ödəyir? 4, 5, 3, 2, 1 nə ödəyər? Yazıram. Burada çıxdırsın ağacırıq. Hər iki tərəfə 6 əlavə edirik. X vurur 3 bərabərdir. 6 əlavə edəndə 6 getdi. 21 plus 6 elədi 27. Burada vurdusa hər tərəfi 3'ə bölürəm. 3'ə böləndə 27 bölünsün 3. X bərabərdir 9. Deməli, x-in 9 qiymətində bu ifadə ödəyirmiş. Keçirəm növbətiyə. B variantına. Hansı ədəddən 4 çıxıb? Hansı ədəddən? Bilmirəm. 4 çıxıb. Çıxdım. 4 çıxıb. Alınan fərqi 5'ə böldükdə. Alınanı nə alındısa bu fərqi bölünən 5'ə. Alınan fərqi 5'ə böldükdə 7 alınır. Bərabərdir 7. Keçdim ardına. İndi burada bölüb 5'ə bərabərdir 7. Böldürsə nə ayırmalıyıq? Hər iki tərəfi vurmalıyıq 5'ə. X minus 4 vuranda 5'ə. Bax, buranda vurdum 5'ə, buranda vurdum 5'ə. Böl 5 vur 5 bir-birini apardı. Qaldı x minus 4 bərabərdir. 7'ni vuranda 5'ə neçə edir? 35. İndi burada minus dursa nə yazmalıyıq? Hər iki tərəfə plus 4. Plus 4 əlavə eləməliyəm ki. Bax, 4 manat x-i təkləmək üçün. Sən 4 manat məndən götürmüsən, düzdürmü? Onda 4 manatı qaytarmalısan ki, mənim əvvəlki pulum alınsın da, düzdürmü? X tək qalsın. Deməli, burada 4 əlavə edirəm, x təkləndi. Bax, plus 4, plus 4. Minus 4 ilə plus 4 getdi.
Qaldı 35 plus 4, elədi 39. X-in hansı qiymətində ödəyilmiş? 39. Həqiqətən də 39 çıx 4, 35. 35 böləndə 5-ə 7 alınır. Bunların dediyi ifadə ödəyir. Keçirik növbətiyə. 6-cı suala. 6-da bizə nə deyir? Deyir ki, şəkildə verilənlərə görə düzbucaqlığın perimetrini hesablamaq üçün hansı riyazi ifadə hesablamaq üçün riyazi ifadə yazın və onu sadələşdirin. Aha, deyin görüm. Düzbucaqlığın perimetri necə təyin olunur? N plus uzunluq vurulsun 2. Yəni nə? A plus B vur 2. Kvadratın perimetri necə hesablanır? 4A. Düzdürmü? Düzbucaqlığın sahəsi necə hesablanır? S bərabərdir A vurulsun B. N vurulsun uzunluq. Bəs kvadratın sahəsi S bərabərdir A vurulsun A, yəni A kvadratı. İndi bizə nə deyir? Deyir ki, N nə verilib? A. Uzunluğu nə verilib? 3A. Verilən bir dənə düzbucaqlığımız var. Çətin. Deyir ki, verilənlərə görə düzbucaqlığın perimetrini hesablamaq üçün riyazi ifadə yazın. P bərabərdir. Dedik nəyə? N plus uzunluq, düzdürmü? Vurulsun 2. İndi yazıram. A plus 3A bizə nəyə verir? Heç nə yoxdursa 1A'dır bu. 1A plus 3A elədi 4A. 4A vurulsun 2. Bu da bərabərdir 8A verdi mi? Dedi riyazi ifadə yaz. 8A. Qurtardım. A variantında deyir. A bərabərdir 4,5 olduqda perimetri tapın. A'nın yerinə P bərabərdir yazıram. 8 vurulsun. Arasında vurmadı. 4,5. 4,5 qoyub yerinə qiymətini tapıram. 4,5 8-ə 6 vuranda eləyir 36. Keçdim ardına. B variantına. Düzbucaqlığın perimetri 48 olarsa sahəsi nə qədərdir? Sahəsi nə qədərdir deyir, düzdürmü? Sahəsi nə qədərdir? Aha, aydındır. Birinci tərəfini tapıram. Deyirəm ki, riyazi ifadəm nə oldu? 8A. Bərabərdir. Perimetri neçə olarsa? 48. Orada A-nı tapmaq üçün hər tərəf bölən 8-ə. 48 8-ə böləndə neçə edir? 6. A-nın hansı qiymətində ödəyir? 6. Bu aydındır uşaqlar. Deməli, düzbucaqlığın eni neçə santimetrdir? 6. Uzunluğu neçə santimetrdir? 3 vur 6, yəni 18. Enini tapdım, uzunluğunu tapdım. Sizdən istəyir, sahəni tap. S bərabərdir. Eni vurulsun, uzunluğu 18 vurulsun 6. Bu da elədir 108 santimetr. Çox, qurtardı uşaqlar. Aydın uşaqlar bu formada necə işlədik? Keçirəm növbəti suala, 7-ci sual. Gəlin bir daha bunu silək, sonra 7-nin izahını verin. Yeddinci sualda bizə nə deyir? 7. Deyir ki, Əsmər nənə 20 qutab bitişirdi. Samir və Lələnin hər birinə n ədəd qutab yedi. Aha, deyir ki, Lalənin. Deyir ki, Əsmər nənə neçə qutab bitişirdi? 20. Samir neçədən yedi? N dənə. Lalə neçədən yedi? N dənə. Bura kimi biləm. Hər biri n dənə yedi. Keçdim. Deyir ki, qalan qutabların sayına uyğun riyazi ifadə yaz. Uşaqlar, bunlar cəmi nə qədər yedirər? N bu 7, n bu. Cəmi 2 n dənə yedirərmi? Əsmər neçədən qutab yetişirmişdi? 20. 2 n yeyildi. Yəni nə qardı? Çıxıldı, getdi. Düzdürmü? Qurtardı 2 n dənəsi. Çıx 2 n. Deyir ki, qalan qutabların sayına uyğun riyazi ifadə yaz. 2 n çıxdım, riyazi ifadəmi yazdım. Birinci addım riyazi ifadəni yaz deyir. Bu saydın uşaqlar. Keçirəm ardına. A variantı bu. N bərabərdə 3 olduğunda neçə qutab qalar? Yazıram 20 çıxılsın. N'in yerinə 3 qoyacağım. 2.
Bunların arasında vurmadı. Vurulsun 3. Birinci vurma işlemi 2 vurulsun 3 ilə də 6. 20-dən 6-nı çıxanda 14. Neçə qutab qaldı? 14 qutab qaldı. Keçirim növbəti suala. 8-ci sual uşaqlar. Yeddinci sual burada qurtardı. 8-də nə deyir? Deyir ki, bazar günü teatra gələn tamaşaçıların sayı şənbə günü gələnlərdən 2 dəfə çox olur. Deməli, nə vaxt tamaşaya gedirlər? Şənbə, bir də bazar. Bir daha yadıma salıram sualı. Hələlik bir dənə adlarını yazın. Uşaqlar planınızı qurun. Hansı formada olacaq? Tələsməyin. Deyir ki, bir daha yadıma salıram. Bazar günü gedənlərin sayı 6-cı gün, yəni şənbə günü gedənlərin sayından 2 dəfə çox olur. Şənbə günü neçə uşaq gedir? Neçə dənə tamaşaçı gedir? Bilmirəm. Nə yazım? X. Ay sağ ol. Bazar günü bundan 2 dəfə çox. 2 dəfə çox nə yazım? 2 dəfə çox deyəndə 2-yə vururdıq. 2x. Şu. Deməli şənbə x dənə, bazar günü 2x dənə. Bu hissəni bildim. 2 dəfə çox olur. Şənbə və bazar günü ümumilikdə 642 tamaşaçısı olubsa, bazar günü teatra neçə nəfər gəlmişdir? Deyir ki, bunlar ümumilikdə 642 nəfər gedib. Deyirəm ki, x plus 2x cəmi bərabərdir 642-yə. X təşdirsə 1x verirdi. 3x bərabərdir 642-yə. Vurmadırsa hər tərəfi böldük 3-ə. X bərabərdir 642 bölünsün 3. X bərabərdir 214. Deməli, x-in hansı qiymətində ödür? 214. Deməli, şənbə günü neçə nəfər gedib? 214. Bazar günü neçə nəfər gedib? 2 vurulsun 214. Bax, sıra cavabı yazmağa tələsməyin uşaqlar. Sualın ardını oxumasaydım, elə 214-ü işarələyib, variantlar verilibsə 214 ilə qurtaracaqdım. Çaşacaqdım, səhv yazacaqdım. Hələlik şənbəni bazarda tapın. Sualı təzdən oxuyun. Görün nə istəyir sizdən. 2 vur 214. Neçə elədi? 428. Görüm sualın ardında nə deyir? Bir dəfə də oxuyun. Deyir ki, bazar günü teatra neçə nəfər gəlmişdir? Bazar deməli 428. Çox qurtardı. Aydın uşaqlar, bu formada təyin edirsiniz. Keçirəm 9-cu suala. 9-da bizə nə deyir? Gəlin bir dənə lövhəni silək, sonra 9-cu suala baxacağım. Dokuzuncu sual. Deyir ki, maşın yolun bir hissəsini 2 saat ərzində 60 km bölünsün saat sürətdə. Uşaqlar, yol hətta aşağıda verilib, çəkilib. Bunların çəkdiyi kimi çəkilir. Başladı, yola düşdü. 60 km bölünsün saat sürətlə. Bura kimi getdi. Sonra A km bölünsün saat sürətindən getdi. Və cəmi nə qədər yol getdi? S kilometr. Bax, yazdığını yazıram. İndi bir daha oxuyuram. Maşın yolun bir hissəsini 2 saat ərzində, bax, bu hissəyə 2 saat vaxt sərf edib. 2 saat ərzində, bax, 2 saata gedib bu hissəni. 2 saat ərzində 2 saat. Aha. 60 km bölünsün saat sürətlə getdim. İkinci hissəsini isə 3 saat ərzində A km bölünsün saat sürətlə getdi. Bunu isə 3 saata getdi. 3 saat. A km bölünsün saat sürətlə getdi. Bu müddət ərzində maşın cəmi S kilometr məsafə qət etdi. A variantında S məsafəsini A-dan asılı olan ifadə şəklində yazsın.
Deyirəm ki, uşaqlar, bu yolu nə qədər gedib? Deyirəm ki, yol tapmaq üçün necə işləyirdik? Gedilən yol bərabərdir sürət vurulsun zaman, düzdürmü? Deməli, burada getdiyi yol bərabərdir sürət 60 vurulsun. Sərf elədiyi zaman 2, yəni 120 kilometr gedib deyə bilərəmmi? Burada getdiyi yol nəyə bərabərdir? Sürət A vurulsun zaman. Yəni A vurulsun 3. Hətta demişdik ki, uşaqlar, burada ədəd qabağa keçib 3 kilometr gedib deyə bilərəmmi? Deyir, cəmi nə qədər gedib? Yazıram. S bərabərdir. Bu. Biraz daha böyük yazaq qəşəng. S. S bərabərdir. Burada getdi 120. Burada getdi 3-a. 120 plus 3 kilometr yol gedib deyə bilərəm. Bu saydın uşaqlar. A variantı bu. Qurtardım. Keçdim B variantına. A bərabərdir 70, 75 olduqda bu məsafəni tapın. A bərabərdir 70 olduqda tapacağım. 75-i siz özünüz. Yəni B variantına yazıram. A-nın yerinə qoyuram 70, 120 plus 3. Bunların aslında vurmadı. Vurulsun 70. 3 vurur 70 elədi 210. 120 plus 210 elədi 330. Deməli, cəmi neçə kilometr gedib? 330 kilometr gedib. 75'i siz özünüz 75 qoyun hesablayın. Keçirəm C variantında. S bərabərdir 360, 390 olması üçün maşın yolun ikinci hissəsi hansı sürətlə getməlidir? 360 üçün mən tapıram. 390 üçün siz özünüz tapırsınız. Deyirəm ki, S neçə olub? Düstur, bax, budur. Riyazi ifadəm budur. 360 yazıram. 360 bərabərdir 120. Üzərinə gəlsin 3A. Bərabərliklə yerini dəyişdirdə ədəd dəyişmir, ifadə dəyişmir. Deyirəm ki, mənim yaşım sənin yaşıma bərabərdir. Yerini dəyişir. Sənin yaşın mənim yaşıma bərabərdir. Düzdürmü? Dəyişmir. Eyni şeydir. Deyirəm 120 plus 3A bərabərdir 360. Hər tərəfdən 120'yi çıxıram ki, 3A tək qalsın. 3A bərabərdir 360 çıxılsın 120. 3A bərabərdir 360'dan 120'yi çıxanda elədir 240. 3A nə deməkdir? 3 vurulsun A. Vurmadırsa hər tərəfə 3'ə bölürük. A bərabərdir 240 bölünsün 3. A bərabərdir 80. Deməli 80 km bölünsün saat sürətlə getsə 360 km yol getmiş olacaq cəmi. Aydın uşaqlar. Bu formada təyin edib yazırıq. Qurtardım. 390 üçün özünüz yerinə 390 yazıb qiyməti hesablayırsınız. Qurtardım. Bu formada təyin edirik. Keçirəm 10-cu suala. Görək 10-cu sualda bizə nə deyir? Onun sualda bizə nə deyir? Deyir ki, Əli mebel mağazasında işləyir. Onun həftəlik əmək haqqı 200 manat və əlavə olaraq satışdan daxil olan məbləğin 2%-ni hesablanır. Aha, deməli, Əli mebel mağazasında işləyir. Həftəlik də olaraq ona 200 manat pul verirlər. Bir də ki, satılan hər mala görə 2% qədər pul verirlər. Düzdürmü? Belə deyir, düzdür? Keçirəm A variantına. Deyir ki, Əlinin həftəlik əmək haqqını Y ilə, satışdan daxil olan məbləği isə X ilə işarə edilərsə, onun əmək haqqı hansı düsturla hesablanır? Deməli, əmək haqqı Y bərabərdir əmək haqqını Y ilə. Deyirəm, həftəlik mən nə qədər alıram? 200 manat. Mənim əmək haqqım 200 manatdır. Yazdım, həftəlik əmək haqqım 200. Və deyir ki, ardında 200 manat heç, sənin pulun verirəm. Yəni, iş getdi, getmədi, nəysə satıldı, satılmadı, bu 200 manat sənin cibindədir. Yəni, Y bərabərdir 200 manat var, həftəliyin var. Və deyir ki, satılan məbləğin
2% qədər nə qədər satılıbsa, tutaq ki, bu həftə 1000 manatlıq gəlir əldə etmişik. 1000 manatın 2% qədər sənə pul verəcəm deyirəm. Deyirəm, aha, nə qədər gəlir əldə olunub bu həftə? X manat. X manatın 2% qədər sənə pul verəcəm. 2% nədir? X-in 2%-ni necə tapırıq? Ədədi faiz cüzdən ədədə vururam 2-yə, bölürəm 100-ə. Düz yazdım mı uşaqlar? Və sənə verdiyim üçün üzərinə gələcəm. Düzdür? Nə qədər pul əldə elədim? Deyirəm ki, 200 var nağddan. Bir də ki, bunun 2% qədər də pul əlavə olundu. Düzdür bu. İndi baxıram. Birincinin heç aidiyyəti yoxdur. Cavab ikinci. Bunu sadəcə 100-2-yə vurdu. Bu da 0,2x kimi də yaza bilər. Fərqi yoxdur. 0,2x. Problem yoxdur. Keçdik. Bu həftəlik satış 4000 manat təşkil edirsə, əmək haqqı nə qədər olar? Aha. Y bərabərdir. Yəni x-in yerinə 4000 olarsa 200. Burası üzərinə gəlinsin. 0,2 vurulsun. X-in yerinə nə qədər deyir? 4000. 2 dənə sıfırla vergüllər getdi deyə bilərəm. Vergül 2 var, sağa getdi, 2 tək qaldı. Qaldı bərabərdir 200. Üzərinə gəlinsin 2 vurulsun 40, elədir 80 manat. Deməli 50-yə cəmi bu həftə ərzində 280 manat pul verildi demək olar. İndi keçirəm ardına. 50 ötən həftə 3 manat əmək haqqı almışdır. Ötən həftə satış neçə manat təşkil edib? Aha. Deməli bu ifadəni bərabər edəcəm 300 manata ümumi ifadəni. 200 üzərinə gəlinsin 0,2x bərabərdir 300 manata. Hər iki tərəfdən 200-ü çıxıram. 200-ü çıxıram, getdi. Qaldı 0,2x bərabərdir 300 çıxılsın 200. 100-ə. Burada problemi yoxdur uşaqlar. İndi bizdə 0,2 bu üzə vurub deyə. Gəl hətta bunu yaza bilərəm. Belə 100-2. Bunu da yaza bilərəmmi? 2-yə böləndə 50-də 1. Problem yoxdur uşaqlar. Yəni, belə yazma olarmı? X bölünsün 50 kimi. 50-də 1-ə vurmaq nə deməkdir? 1-ə vurub 50-yə bölmək. Bərabərdir 100. Bunu 50-yə bölmüşəmsə, hər tərəfi 50-yə vuraram. X bərabərdir 50-yə vuranda buradaya 50 getdi. 50-yə vuranda 100 vurulsun. 50 elədir 5000. Deməli, bu həftə 5000 manatlıq satış olub ki, 50-nin ümumi gəliri 300 manat eləyib. Aydın uşaqlar? Bu formada təyin olunur. 10-cu sual da belə. Keçirəm 11-ə. 11-də bizə nə deyir? Astlığın qrafikini qurun. Verilmiş koordinat sütürənindən bu astlığa uyğun olanları müəyyənləşdirin. Aha. Qrafiki qurmaq sadə. Yerinə rəqəmləri yazırdıq, bir neçə dənə qrafiki qururduq. Düzdürmü? 11-i də həll edirəm. Qalanlarına da baxaram. Şifahi formada görə nə deyir? Yaxşı. 11-də nə deyirdi? Bir daha oxuyaq. Qrafiki qur deyirsə, heç olmasa 1-2 dənə ədəd yazaq da, düzdürmü? 0 oldu burada. Aha. Verdi. Y bərabərdir 12 çıxılsın x. X-in yerinə istənilən ədəd qoya bilərsiniz. Problem yoxdur. X aslı olmayan kəmiyyət. Y isə x-dən aslı olan kəmiyyət idi. Birinci həmişə x yazılır. İstənilən qiymət qoyaq. Məsələn 5 qoyaq. 6 qoyaq. 7 qoyaq. Uşaqlar 1-2-yi niyə qoymadım? Səbəb 1 qoysaydım 12 çıxılsın 1 11 verəcəkdi. 11-ə kimi də y-i yazmamışam. Yəni sizdə dəftərdə yer varsa yazın, problem yoxdur. 5 qoyuram 12 çıxılsın 5, elədi 7. 6 qoyuram 12 çıxılsın 6, elədi 6. 7 qoyuram 12 çıxılsın 7, elədi 5.
Birinci nöqtə 5-ə 7. 5-ə x-i nəzərdə tutur. X, y. 5-ə 7-yə kimi qalxıram. Nöqtə burada. 5-ə 7. Keçdim ikinci nöqtəm 6-ya 6. 6-ya 6-ya kimi qalxdım. Nöqtəm burada. Üçüncü nöqtəm 7-yə 5. Bax, bunları qırıq-qırıq xətlə yazıram. İnşallah 3 nöqtəni qeyd elədiniz, ardıcıl birləşdirin. Başqa şey yoxdur sizdə. Qurtardı. Qrafikimiz oldu belə. Uşaqlar, bu ümumiyyətlə verilmiş tənlik düz xəttin tənliyidir. İndi sizinlə tənliyin növünü hələm keçmirik. Gələcəkdə inşallah 7-ci sinifdə falan tənliyin növləri haqqında danışacağıq. Düz xəttin tənliyi necə təyin olunur? Nə biləm, kvadrat tənliyin qrafiki necə təyin olunur? Bu düz xəttin düsturu olduğuna görə elə düz xət çəksəm olar. Keçdim ardına. Qrafikini qur. Əla. Keçdik. A variantı. Verilmiş koordinat cüzlərindən bu asılığa uyğun olanları müəyyənləşdirin. 2, 14. 2 verəndə 12 çıx 2. 10. 14 nə əlaqə? 4 verəndə 12 çıx 4. 8. Bəli. 5 verəndə 12 çıx 5. X-i qoyun. Görün Y o dediyi alır. Birinci X-in qiyməti gəlir. İkinci Y-in. 7. Doğru. 8-də 4. 12 çıx 8. 4 edir. Doğru. Düz verib. Hansı aid olmadı? Bir də 2, 14-dən başqa hamısı aid oldu. B variantında. Qrafikə əsasən ulduzun yerinə uyğun olan ədədi tapın. Qrafikə əsasən tapdır. 3-ə. 12 çıx 3 neçə edir uşaqlar normalda? 12 çıx 3, 9. Bax, qrafikə əsasən deyirsə, qrafikdə 3-ə uyğun nə edir? Bax, qrafikə biraz səliqəsiz seçmişəm. Nə edir? Burada qalxır uşaqlar təqribi 9-a. 9-a uyğun gəlir. Qrafikə əsasən deyir. Çəşmə nöqtəsini qeyd edirsiniz. Deyir ki, 5-ə uyğun. Y-in 5 olduğunda nə olacaq? Y-ə 5. X-i nə edir? 7. 7-yə 5 nöqtəsidir. Aydındır uşaqlar. Keçirəm 12-yə. 12-də bizə nə deyir? On iki. 12'də deyir ki, Elxanın 10 manat pulu var. Lalənin pulu 4 manatdan çoxdur. Elxanın pulundan isə azdır. Nə deyir? Bir dəfə də oxuyaq. Elxan 10 manat pulu var. 10 manat. Lalə. Deyir ki, Lalənin pulu 4 manatdan çoxdur. Elxanın pulundan isə azdır. Yəni 4 manatdan çoxdursa bu neçə manat ola bilər? 5 manatı, 6 manatı, 7 manatı, 8 manatı, 9 manatı. Çünki uşaqlar deyir ki, Elxanın pulundan azdır. Yəni 10 manatdan azdır. 10 manatdan azdır, 4-dən çoxdur. 4-dən çox olanlar bunlar, 10-dan az olanlar da bunlar. Yazdıq. Keçirəm ardına. Lalənin pulunun dəyişəni olan bərabərsizliyi ilə necə ifadə etmək olar? Aha. Lalənin pulu X nədir? Böyükdür 4-dən. Bax, böyük olduğuna görə uc 4-ə tərəf. 4 kiçik ədəddir. Bu uşaqlar kiçikdir 10-dan. Deyir ki, dəyişəni olan bərabərsizlik kimi necə ifadə eləmək olar? Belə. Qurtardı. 13-cü sualda nə deyir? Deyir ki, bərabərsizliyin həllini ədəd oxunda təsvir edək, tələb olunan ədədi tapın. Aha, uşaqlar. A variantını həll edəcəm. Ən kiçik natural ədəd A bölü bərabər də 17. Bərabər verilibsə ədədin özündə nəzərə alın. Deməli, ən kiçik nə olacaq? 17. X böyükdür 2 tam %5. 2 tam %5-dən böyük ədədim hansıdır?
3. Sağa getdikcə 3. X böyükdür 2. 2-dən böyük ədəd. 3. X fərqlidir 1. 1-dən fərqlidirsə, bu isə nə ədəd ola bilər? 0, 1, 2, 1 çıxdı. 0, 2, 4, 6, 8... Oy, cüt ədədlər saymaya başladım. Səhv dedim. Bir dənə. Adam sayanda səhv edir. Deyir ki, fərqli 1. 1-dən fərqli isə nə ədəd götürə bilərsən? Bunu kəsr də götürə bilərsən, hər şeyi də götürə bilərsən. Amma ən kiçik natural ədəd deyir deyə. 1-dən fərqli natural ədədlərin hansıdır? 2, 3, 4, 5, 6 nöqtə. Bunların içində ən kiçik 2. Qurtardım. Keçdik. O birisi bəndə özünüz. 14-cü sualıdır. Uşaqlar özünüz oxuyun baxın. Uşaqlar bunlar kimi aydındırsa, başa düşdünüzsə, bəyənməyi, abunə olmağı və şərh yazmağı unutmayaq. Sağ olun. Növbəti dərsimizdə görüşərik. Sağ olun uşaqlar.